Vaşinqtonda siyasi gündəmi müəyyən edən əsas hadisə Donald Trumpın qanunvericilər qarşısında səsləndirdiyi geniş məruz olub. Çıxış ölkənin gələcək kursu ilə bağlı mühüm mesajlar və prioritet istiqamətlər baxımından diqqətlə təhlil olunur. İndi biz Vaşinqtona bağlanırıq. Xüsusi müxbirimiz Nemət Tahiroğlu ABŞ prezidentinin konqresdəki çıxışında toxunduğu məsələlərdən bizə danışacaq. Hər vaxtınız xeyir olsun Nemət. Çıxış nə ilə yadda qaldı? Sizdən öyrənək. Hər vaxtınız xeyir. ABŞ prezidenti Donald Trump'ın konqresdə ölkənin vəziyyəti haqqında çıxışı həm müddətinə, həm də mesajların tonuna görə diqqət çəkdi. Təxminən 1 saat 48 dəqiqə davam edən çıxış ABŞ tarixinin ən uzun müraciəti kimi qeydə alındı və Trump bunu siyasi qaydışının rəmzi kimi təqdim etdi. Prezident nitqinə Amerikanın qızıl dövrü ifadəsi ilə başladı. O vurğuladı ki, bu il ABŞ müstəqilliyinin 250 illiyi qeyd olunacaq və ölkə yeni mərhələyə qədəm qoyur. Trump'ın sözlərinə görə bir il ərzində administrasiya iqtisadi artımı sürətləndirib, sərhəd təhlükəsizliyini gücləndirib və Amerikanı yenidən güclü mövqeyə qaytarıbdır. Daxili siyasətdə əsas diqqət sərhəd təhlükəsizliyi və miqrasiya məsələsinə yönəldi. Trump bildirdi ki, sərhədlər əvvəlki illərlə müqayisədə daha ciddi nəzarət altındadır və qanunsuz keçidlərin qarşısı alınır. O, konqresdən sərhəd mühafizəsi üçün əlavə maliyyə və hüquqi mexanizmlər tələb etdi. İqtisadiyyat mövzusunda prezident inflyasiyanın cilovlandığını, enerji istehsalının artdığını və yeni iş yerlərinin açıldığını vurğuladı. O, xüsusilə yerli istehsalın gücləndirilməsini prioritet hesab etdi və ABŞ-nin sənaye potensialının bərpasını strateji xətt kimi təqdim etdi. Xarici siyasətdə isə Trump güclü Amerika, sabit dünya tezisini önə çəkdi. O, müttəfiqlərlə münasibətlərin yenidən balanslaşdığını, ABŞ-nin beynəlxalq arenada daha sərt və praqmatik xətt tutduğunu bildirdi. Eyni zamanda qarşıdurmalardan daha çox nəticəyə hesablanmış razılaşmaların tərəfdarı olduğunu dedi. Trump çıxışında enerji təhlükəsizliyi və geosiyasi sabitlik məsələlərini xüsusi vurğuladı. Bu isə Xəzər regionu və Cənubi Qafqaz kimi strateji bölgələrin əhəmiyyətinin Vaşinqton üçün aktuallığını qoruduğunu göstərir. Beləliklə, bu müraciət təkcə illik hesabat deyil, həm də Trump administrasiyasının növbəti siyasi kursunun elan edilməsi kimi qiymətləndirilir. ABŞ-də yeni mərhələnin necə formalaşacağı isə artıq konqres və beynəlxalq tərəfdaşlarla bundan sonraki münasibətlərdən asılı olacaqdır. Vaşinqtondan çatdıracağım məlumatlar bunlar idi. Okeanın o tayından efirimizə qoşulan xüsusi müxbirimiz Nemət Tahiroğlu son məlumatları çatdırdı bizə dünya gündəmində.